Herkes salam uşaqlar. Bugün nə istər belə Easy Build modunu tanıdacağım. Modun nə olduğunu bilməyənlər üçün bu mod rahat ev, bina tikmənizə köməkçi olur. Amma mən bu modu tanıtmadan əvvəl sizə bunun yüklənmə qaydasını göstərim, nətər yüklənilir. Ondan sonra modu tanıdacağım. Gəlin sizlərə birlikdə modun yüklənmə qaydasını göstərim sizə. İlk öncə uşaqlar Play Store və App Store-a girirsiniz. Yükləmək üçün. Axtarış yerinə DLMCPDL yazırsınız. Baxın mənim yazdığım kimi. DLMCPDL yazırsınız. Baxın bu çıxdı. Bunu yüklərsiniz. Mən yükləmişəm. Bunu yüklədikdən sonra proqramı açırsınız. Burada bir çox modlar var. Həmin ki o Easy Build modunu da buradan yükləmişəm. Gördüyünüz kimi baxın burada mod istəsəz özünüz yükləyə bilərsiniz, amma mən Easy Build modunu tanıdacağam. Baxın gördüyünüz kimi Easy Build modunu haradan axtarırsınız? Mods yerinə basırsınız. Axtarış yerinə gəlirsiniz. Buraya yazırsınız Easy Build yazdınız. Axtarış yerinə gelir. Baxın ilk çıxanı yükləyəsiniz. İlk çıxan mənim modum budur. Bu birlərinə qanmayın. İstəsəz o birlərini yükləyə bilərsiniz. Mənim tanıtdığım budur. Birinci çıxan Easy Build girirsiniz. Buradan download'a basırsınız. Baxın ən son sürümünü yüklürsünüz. Bunun köhnə sürümlərdir. Bu ən son sürümünü yükləmişəm mən. Bura basırsınız. Burada Minecraft çıxır. O Minecraft'a basdıktan sonra mod Minecraft'ta aktif olur. Yəni yüklənmə qaydası bu qədər. Yüklədikdən sonra Minecraft'da onu etkinləşdirirsiniz, sonra dünyanızı aktiv edirsiniz. Gəlin bu modun sizə indi işlənmə qaydasını başa salım. Bəli uşaqlar, modun yüklənmə qaydasını izlədiysəniz, indi sizə modun işlənmə yerini göstərim. Modu endirdiniz və dünyanızda qurduqdan sonra arama yerinə gəlirsiniz. Bura build yazırsınız. Dünyanızda qurduqdan sonra baxın arama yerinə yazırsınız Easy Build. Baxın ayarlar loqolu bu əşya nədir? Bunu build'i bununla edəcəksiniz. Sizlərə birlə göstərim bunu. Çox asandır. Buna indi əşyayı kullana basırsınız. Bu ayarlar gözünüzü qorxutmasın. Çünki burada 2 dənə ayar sizə lazım olacaq. İlk öncə bu build modunu göstərim sizə. Build moda girirsiniz. Burada 4 dənə ayar var. Bunun 4-ünü də sizə başa salacağım. İlk öncə air building ilə başlayaq. Bu nədir? Bu sizin asas havada blok qoymanıza köməkçi olur. Baxın belə. Normalda siz havaya blok qoymaq olmur Minecraft'ta, amma mod sayəsində havaya blok qoya bilirsiniz. Təkcə bu ayar deyil, başqa ayarlar da var. Baxın məsələn, deyək ki, havada ev tikmək istəyirsiniz. Baxın bu cür. Belə ev tikə bilərsiniz gördüyünüz kimi. Yəni bu qısaca havada blok qoymaq ayarıdır. İndi o bir ayarını göstərim sizə. Bu ikinci ayar bu rectangular building. Bunu seçirsiniz. Bura basırsınız. Bu asasda sizin ev tikmənizə şey olur. Məsələ belə divar var. Bloku birinci sizə göstərim. Bloku qoyursunuz. Ayarı seçdikdən sonra girirsiniz bu build moduna. Rectangular building. Bunu seçdikdən sonra qoyursunuz blok. Burada belə mavi xəttlər çıxır. Bu bloklardır. Qoyacağınız bloklar. Məsələ deyim, belə düz divar qoyuram. Divar, evimin divarı. Gördüyünüz kimi evin divarı hazırdır indidən. Ev tikmək istəyirsiniz. Yəni siz bir blok qoymağı asanlaşdırır. Yəni belə ev tikmənizi asanlaşdırır. Bir blok qoymayasınız bir də. Məsələn bir dənə blok qoyursunuz. İndi evin ikinci divarını qururuq sizlərə birlikdə. Baxın belə yuxarı çıxırsınız eyni şeyə gətirmək üçün boyuta. Sonra bunu uzatmaq üçün məsələ sağa doğru gətirmək istəyirsiniz divarı, sağa tərəfə gedin. Yəni siz yüklədikdə asas cavab bilərsiniz. Görün, mən başa salmıram tam. Gördüyünüz kimi ayarları başa salım sizə. Üçüncü şeyində divarına baxın belə. Asatça eləmək olur. Bu Java'da var idi. Bunu mobilə də gətiriblər. Gördüyünüz kimi bax divarın qalınlığını incəltmək istəyirsə biraz qabağa gedin. Hə, qabağa getdiniz. Belə biraz geri. Gördüyünüz kimi baxın. Evimizin üçüncü divarı da hazırdır. Dördüncü divarını da eləyək. Prosta mən evi düzgün eləmədim tam. Yəni sizin əl bacarığınız varsa yaxşı eləyə bilərsiniz. Gördüyünüz kimi 4 divar da hazırdır. Üstündə bağlayırıq sizlərə birlikdə. Baxın. Gördüyünüz kimi bağlayaq. Evimiz hazır. Gördüyünüz kimi buradan evimizi düzəltdik. Buranı da açaq. Gördüyünüz kimi evimiz hazırdır. Yəni yaratıcı modda asasça belə evlər tikə bilərsiniz gördüyünüz kimi. İndi sizə onun ikinci ayarını tanıdım. Qısa da asasca 4 divar ev tikmənizə köməkçi olur. Yəni bir şey baxacağım. Baxın belə uzunlamasına da eləyə bilərsiniz ha.
Belə istəyirsə qalınlığını belə incəldin. Yəni qısaca hərəkət eləyək bunu incəldəsiz ya da uzun qısaldasız. Baxın belə uzun eləyə bilərəm, ev düzəldə bilərəm. Yəni evin uzunlamasını belə yuxarı qalxaraq edirik. Gördüyünüz kimi, baxın belə qalınlamasını da eləyə bilərik. Deyək köyünüz var, belə köyünüzə divar çəkmək istəyirsiniz, baxın belə çəkə bilərsiniz. Blok qoymayın bir də. Prosta mən düzəməli çəkməm də divarı. Mən sizə 3-cü ayar göstərim. Baxın, ən yaxşı ayar 2-ci ayardır. Çünki baxın ev tikdim 2 dəqiqədə. Yəni çox vaxtımızı almadı. 3-cü ayardakı nə tər ayarda heç bilmirəm, bunu nə tər işlədəsiniz. Amma keyfinizə görə bu topdur. Amma belə top yaradır. Bilmirəm nə işə yarayır, içi də doludur. Deyən boşa olar burada ev eləyəsən. Yəni ən başda şey deyirlər, Minecraftda belə yapı zad eləyirlər, maşın düzəldirlər bloklarla. Bəlkə onu şəkilləndirmək üçündür. Maşın düzəldirsiniz məsələn yapı ilə, bloklarla. Bunun təkərləri ola bilər, ondan təkər düzəldə bilərsiniz. Və ya evinizin üstünə, yekə binanız üstünə bunu qoya bilərsiniz şəkil olaraq da, bilmirəm nə tər işlədirsinizsə. 4-cü ayarda elə normaldır. Yəni bunu da çox işlədəcəyinizi düşünmürəm. Uzunluğu ölçür, o 2-ci ayarda da uzunluq ölçmək olur. Baxın belə bir şeydir. Belə bir şey eləyir. Görürsünüz. Bilmirəm nədir bu, nə işə yarayır bu ayar. Ən yaxşı ayar ikincidir, bir də birincidir, havaya qoyma blok. Baxın. Ən işinizə yarayacaq bu air buildingdir, bu da bu ikinci building. O birlər tam da fikrim yoxdur, yəni işlətməsi. Bir də clipboard elə belə şeydir, bu kopyalayıb şeydir, bunu tam başa düşmədim. Hər halda yapınızı kopyalayır, easy build. Bu ise olsa önemli değil. Bu destruş modu göstereceğim size. Destruct var. Bu neydi? Uşaqlar elədiyiniz yapılar silebilir. Bundan mesela bunu siləcəm indi mən. Gördüyünüz kimi baxın dəqiqə. Blok qoyursunuz silmək üçün. Həm silmək üçün, həm də tikmək üçün bir dənə blok qoymalısınız. Gördüyünüz kimi baxın silmək olur. Elədiyim bu yapını indi siləcəm. Tam silənməsəm də tək-tək siləcəm. Gördüyünüz kimi baxın. Asadca silmək olur. Baxın, sildim. Bu arada bunun silinmə qaydasını da göstərəcəm. Nə tər ki, bayaqki tikdiyim ev şey qaydada tikmişdim axı. Rectangle building ayarı ilə tikmişdim. Onu da baxın Rectangle Destruction ilə sildim. Yəni həminki eyni ayarla sildim. Baxın bu bir də build modda bu gördüyünüz kimi eyni ayarından silmək lazımdır ikisində. İkisinin də öz ayarı var bir-birinin. Elə ki bu ayarın əksisi budur. İndi bu ayarın əksinə girəcəm. Bu ayarın adı nədir? Baxın. Special indi Destruct moda girirsiniz. Special axtarırsınız. Special baxın buradadır. Girirsiniz, basırsınız, blok silirsiniz gördüyünüz kimi. Öz ayarla silmək lazımdır. Çünki başqa ayarla silsə düzəməli silinməyəcək. Baxın, tam sildim. Gördüyünüz kimi belə bir şeydir bu modda. Yəni bu qədər. Asadca işlədə bilərsiniz. Bu destruş silmədir, elədiyiniz yapılar. Bu da tikməkdir. Gördüyünüz kimi. Nəysə uşaqlar, videomuz bu qədərdir. Abunə olub like atmağı unutmayın. Nəysə uşaqlar, sağ olun.